Deməli, feilin qrammatik məna növünü tapmaq üçün bizim 3 addımımız var. Məsəl üçün yazıram ki, yuyuldu. Yuyuldu. Paltar yuyuldu. Deməli, 3 addımımız nədən ibarətdir? Birinci baxırıq nəyə? Görək şəkilçimiz varmı? Əvvəl kök və şəkilçiyi artırıram. Yu sözün kökü, u leksik şəkilçi. Necə tapırıq feillərdə leksik şəkilçini? Yuyulmaq. Tutdusa leksik şəkilçi, yuyuldumaq, tutmadı demək qrammatik şəkilçidir. Əvvəlcə baxıram, 3 addımımız var. Birinci şəkilçini tapırıq, ikinci şəkilçinin üzərinə xətt çəkirik, görək nədən düzəlibdir? Feildənmi düzəlibdir? Çünki mütləq feildən düzəlməlidir. Üçüncü addımımız da baxırıq işin özlərində midir edildi, kimsə tərəfindən midir edildi. İndi gəlin baxaq. Deməli, yuyuldu sözündə ul şəkilçimi tapdım. Aha, birinci qaydamız yerinə yetirildi. Sonra ul şəkilçinin üzərinə xətt çəkirəm, görüm nədən yaranıbdır. Deməli, yu feilindən yaranıbdır. İkinci tapşırığımız da yerinə yetirildi. Daha sonra, məsələn, deyə bilərəm ki, paltar yuyuldu. Kim tərəfindən? Məchul növdədir. Çünki məchul növdə subyekt olmasa da, işi görən olmasa da, yuyuldu nə paltar mübtədamız olur. Elə məchul növdə şəxsiz növdən fərqləndirən bu olur. Deməli, 3 addımımız oldu. 3 addımdan getsəz, çox yaxşı siz suallara cavab tapa bilərsiniz. Deməli, birinci şəkilçimizi tapdıq. Daha sonra şəkilçidən sonra şəkilçinin üzərinə xətt çəkirəm. Baxaq görək feildənmi yaranıbdır. Feildən yarandığını bildikdən sonra mən mənaya baxıram. İş özlərində mi icra edildi? İş kim tərəfindən mi icra edildi? İndi gəlin baxaq yuyundu sözünə. Eyni sözə, yumaq sözünə müxtəlif şəkilçilər artırdım. Yuyuldu olanda məchul növ, uşaq yuyundu olduqda isə baxın yuyunmaq, yuyundumaq isə qrammatik şəkilçidir. İndi gəlin baxaq görək birinci addımımız. Deməli, şəkilçimiz varmı? Un şəkilçisi. Bəli, şəkilçimiz var. Birinci addımımız yerinə yetirildi. İkinci addımımız nədir? Baxaq görək feildənmi yarandı? Deməli, yu feilindən yarandı. İkinci addımımız da yerinə yetirildi. Daha sonra baxıram, uşaq yuyundu. İş özü özlərində icra edildi. Deməli oldu qayıdış növdə. Amma bizim bəzi sözlərimiz var ki, yəni işlər öz üzərində icra edilsə belə biz onu qayıdış növdə götürmürük. Məsələn, yazıram ki, meyvələr sulandı. Meyvələr sulandı sözündə nə üçün meyvələr sulandı sözünü nə üçün biz qayıdış növdə götürmürük? Çünki su sözümüzün kökü meyvənin özü özünü sulaya bilmədiyinə görə meyvələrin elə bir ki, ağacın üstündə sulanmağı və şirələnməyindən gedir söhbət. Yəni dəyməyindən bir növ, yetişməyindən. Meyvələr özünü sulaya bilmədiyinə görə mən burada sulanmaq götürürəm şəkilçini. Ona görə lan adında şəkilçimiz yoxdur. Həmçinin söz mütləq feildən yaranmalıdır. Getdi məlum növə. Deməli, hərəsində nə qalırsa biz onu götürürük məlum növə. Daha sonra məsəl üçün şirələndi. Meyvələr şirələndi. Meyvələr şirələndi sözündə şirə sözümün kökü meyvə özünü şirələyə bilmir deyən lən olur şəkilçim. Şirələndirmək isə qrammatik şəkilçidir. İndi baxaq, şəkilçimiz yoxdur. Birinci addımımız yerinə yetirilmədi. Şəkilçimiz yoxdur. Özü də şirə ismindən yaranıbdır. Deməli, nə oldu? Məlum növdə sayıldı. Amma desəm ki, bağ suvarıldı və ya bağ sulandı. Bağ sulandı və ya bağ suvarıldı. Bu zaman sözümüzün kökü su, daha sonra sulamaq, bağı sulayan adam birinci sulayır, sonra sulanmış sayılır, daha sonra isə qrammatik şəkilçidir. İndi baxaq şəkilçimizə. Deməli, n şəkilçim var, birinci addımımız yerinə yetirildi. N şəkilçinin üzərinə xətt çəkirəm, sulamaq feilindən yaranıb. İkinci addımımız yerinə yetirildi. Daha sonra isə bağ sulandı kim tərəfindən? Məchul növdə sayılır. İndi gəlin məchul növünə şəxsiz növü seçməyə baxaq. Baxın, həm məchul növdə yazıram ki, məsəl üçün kitab oxundu. Kitab oxundu. Bir də yazıram ki, kitaba baxıldı. Kitaba baxıldı. Baxın, hər birində şəkilçimiz var. Oxundu, şəkilçimiz var. Baxıldı, şəkilçimiz var. Hər biri feildən yaranıb, hər biri feildən yaranıb. Deməli, məchul növ şəxsiz növ bura qədər eynidir. Hər ikisi şəkilçisi var, hər ikisi feildən yarandı. Amma yenə kitab oxundu kim tərəfindən subyektimiz yoxdur. Kitaba baxıldı kim tərəfindən subyektimiz yoxdur. Amma bir yolla tapırıq biz bunu. Məchul növdə mübtəda olur, şəxsiz növdə mübtəda olmur. Oxundu nə? Kitab, deməli mübtədamız var. Oldu məchul növ. Kitaba baxıldı. Baxıldı nəyə? Kitaba. Burada isə mübtəda olmur. Biz bununla şəxsiz növlə məchul növü seçə bilirik.